Axşamınız xeyir. Əyyublu kənd sakini bizə müraciət edib, qarşılaşdığı problemlə bağlı zəhmət olmasa özünüzü təqdim edin. Mecbur kənd sakini Məmmədov Əhməd Qədiroğlu. Mənim şikayətim qızımdandır. Qızım 2018-ci ildə evimi mənimsiyib öz adına keçirib. 2020-ci ildə 40 min manat pulumu aldadıb, məni Bakıya aparıb öz adına keçirərik, faizini alarsan. Oraya çatanda dedi, yox, sən ağsaqqal kimsən, sən bu pulu ala bilməyəcəksən, gəlib götürə bilməyəcəksən. Qoy mənim adıma keçirək, hər ay sənin pulunu buradan götürüb göndərəcəm. Mən də qızıma etibar elədiyimə görə inandım, ağırlandım, razılıq verdim ki, öz adına keçirdi 40 min manat. 2021-də bir də evimə gəldilər, yoldaşımla, əhrimlə bir yerdə. Dedilər, bir il pul da ver, çağlamayız onda, aparaq keçirək. Mən də razılaşdım, daha əvvəl vermişdim, bunu da verdim. 2022-də yenə gəldilər, 2020-də 20 min verdim, 2022-də də 28 min verdim. Verdim, pulumu apardılar, Beynəlxalq Bank'a, Bakıda Beynəlxalq Bank'a keçirdilər. Və dedilər ki, faizini verəcəkdik. Şimdi dəfələrlə soruşdum və faiz dedilər, hələ 5 il uzun müddəti bağlamışıq. Nə vaxtsa yığılır, üstə yığılır, alıb verəcəyik. Alıb verəcəyik. Belə oldu, yoldaşım ayın 4-də, oktyabrın 4-də vəfat elədi. Artıq dözə bilmədim. Dedim ki, daha yoldaşım da vəfat eləyib. Mən təhnə yaşayıram, təkəm. Ha qızım, ağlım məsləhət olsa, mənim pullarımı özümə qaytararsın da. Bana cevap verdi ki, nə pul? O pullar mənim adımadır, o pulu sən məndən ala bilməzsən. Harada şikayət edirsən elə. Dedim, ha qızım, sən mənim qızımsan, ayıb deyilmi? Mənim pulumu qaytarmalısan, bir şeyim olur. Mən əlimlə verdiğim pul sən deyirsən ki, vermişsən, sənin pulun yoxdur. Dedi, hara şikayət edirsən elə gedirəm. Mən pul verən deyirəm. Mən məcbur oldum, polis idarəsinə ərizə verdim, şikayət elədim ki, mənim qızım Qovlər polis idarəsinə, Qovlərdə polis idarəsinə şikayət elədim ki, mənim qızım bir belə pulumu, evimi mənimsiyib, bunun haqqında tədbir görəsiniz. Polis də bir ay, 2 ay lən getdi, bir 50 min manat da aldı, verdi, qalanını da ala bilmərəm. Bir də evimi dedik, evi qaytara bilərəm, amma bu şərtdə bir 10 min manat pul verməlisən. Demək ki, mən 10 min manat pul nə ki verir? Mənim hələ 50 min manatdan artıq onda pulum qalır. Təzədən mən ona bir də pul verməliyəm. 10 min manatı bir verməliyəm. Alınmadı. Təzədən o 50 min manat verildiyi tarihdən də 3 gün qabağa təzədən sənət yazdı. Qərar çıxardı ki, bu işə polis baxmır, bu işə məhkəmə baxa bilər, bizlikdir. Ondan sonra da təzədən prokuraturaya ərizə verdi. Prokuratura da yoxladı, gördü ki, orada baxılmayıb, bu işə baxılmayıb. Birinci qərarı ləğv elədilər. Qərar ləğv elədikdən sonra ikinci polisə ikinci adıma yazdılar, amil adlı bir nəfərə verdilər. Amil də həmən birinci qərarı təkrar, o da təsdiqlədi, yazdı. Həmən qərarı beləcə də verdi. Heç bir iş aparmadan, heç danışıq aparmadan, ondan səs yazısını izləmədən, bankı yoxlamadan, heç bir əməliyyat aparmadan, heç hətta bizi belə üzləşdirmədən, danışdırmadan öz başlarına qərar yazdılar. Qərar yazdılar ki, bu işə biz baxmayacağıq. Harada şikayət edirsən elə. Dəfələrlə müraciət elədim Respublika rəhbərlərinə, prezidentə müraciət elədim, baş prokurora müraciət elədim, Daxili İşlər Nazirliyinə müraciət elədim. Dəfələrlə mənim məktublarım göndərmişəm, tələb eləmişəm. Yazdığıma, nə qədər yazdığıma baxmayaraq, bu günə qədər, bir ildən çox vaxt aparır, yenə bu işə baxmadılar. Dedilər, biz bu işə baxmayacağıq, harada gedib şikayət edirsən elə. Hətta qəbullarında da oldum. Qəbullarında oldum, mənə təpindilər, dedilər, çıx get, nə istəyən, sənin üçünə baxan deyil biz. Bu işə bizlikdir, bu işə məhkəmə baxmalıdır. Mən deyirəm, məhkəmə qərar yazıb, yaxşı, məhkəmə axırıncı qərarınızı ləğv edib yazıb ki, bu işə baxılsın, düzgün baxılmıyor. Məhkəmənin qərarını getmişəm, bunu təhvil götürüb baxın, dedilər, yox, bizlikdir. Kağızçılığını da yığışdı, biz dedik. Biz bu işə heç vaxt baxmayacağıq. Bizlikdir, bu iş bizlikdir. Dəfələrlə rəhbərinə yazdığıma baxmayaraq, ki, hamısı da məktub yazıb ki, hə, bu işə baxılsın. Onlar yazdıqlarına baxmayaraq, burada bizim rayonda polisçiləri bu işə baxmadılar. Heç biri. Nə istintaq rəisi baxmadı, nə polis rəisi eşitmədi, heç biri. Dedilər, bizlikdir, baxmayacaq bu işə. Sizə bir-iki dənə sual verim. Sənədlərdən də görünür ki, açığı məhkəmə qərarından görünür ki, bu işə bir neçə dəfə polis idarəsində baxılıb. Eyni qərarla, yəni belə deyək, eyni
müstəntiqin hansı ya təhqiqatçının hansı işinizə baxıb? Heç bir işime bakmıyor. Yo, yo, yo. Da. Hansı müstəntiq belə deyək də 2 dəfə dalbadal qərar qəbul edir? 2 defa dalbadal Amil Qurbanov. Yəni Amil Qurbanov sizin şikayətinizlə bağlı 2 Bağlı. dəfə baxıb. 2 defa bakıp eyni de karar yazdı. Başa düşdüm. Yəni ikisini də Amil Qurbanov baxıb, Bəli. düzdürmü? Sonra bir də deyirsiniz qəbullarda olmuşam. Kimin qəbulunda olmuşsun? Prokurorun kabulunda olmuşum. Baş prokurorun kabulunda olmuşum. Baş prokurorun yoxsa Tozran Toz prokuroru? rayon prokurorun kabulunda olmuşum. Onunla polis reisinin kabulunda olmuşum. İstintaq reisinin kabulunda olmuşum. Nə dedilər orada? Prokurorluk söz verdi ki baktıracağım. Aha. Yalnız söz verdi. Bakılmadı. Gene kimin? Ama hiç polis reisi dedi biz de bakılmayacağız. Polis istintaq reisi dedi bakılmayacak. Polis reisi dedi bakılmayacak. Bu işe məhkəmə bakmalı biz de istiyoruz. Deməli, mən Müsayev Ədalət Münəddin oğluyam. Hazırda müsahibə aldığımız vətəndaşın eyni zamanda etibarnamə üzrə nümayəndəsiyəm. Bununla bağlı, yəni təmsil eləməklə bağlı vətəndaş mənə etibarnamə verir. Yəni bunu ona görə deyirəm ki, sonradan başqa qaranlıq məqamlar əmələ gəlməsin. Çünki olur da birdən belə şeylərə fikir verirlər. Vətəndaşın burada əsas şikayəti, bundan əvvəl mən özüm təhlildə danışmışdım, onun şikayətinə baxılmamasından bağlıdır. Bununla bağlı Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyev və eləcə də Daxili İşlər Naziri Vilayət Eyvazova Baş prokuror Kamal Əliyevə müraciət ünvanlamaq istəyir ki, etdiyi şikayəti obyektiv araşdırılmasında köməklik eləsinlər və öz nəzarətində saxlasınlar. Burada məsələ ondan ibarətdir ki, eyni iş üzrə, yəni eyni şikayət üzrə ləğv olunmuş, yəni eyni müstəntiqin ləğv olunmuş qərarını geri qaytaranda yenə həmən müstəntiqə həvalə edilirlər araşdırmadan ötəri. Amma əslində həmən müstəntiq araşdırmalı deyildi, öz-özünə etiraz eləməli idi. Çünki artıq onun qərarı qəbul olunmuşdu. Və ikinci dəfə onun özünün işi obyektiv araşdıraraq öz qərarını ləğv eləməsi şübhəli haldır. Buna görə də öz-özünə əslində etiraz eləməli idi. Bundan əlavə, Konstitusiyada konkret olaraq göstərilir ki, məhkəmə aktları dövlət adından qəbul olunur və onun icrası məcburidir. Yəni, orada göstərilmir ki, kimin istəyinə uyğun olaraq hərəkət olunsun. Orada konkret məcburidir. Deməli, əlimdə Tozran məhkəməsinin qərarı var ki, sözü gedən şikayətlə bağlı qəbul olunmuş, polis şöbəsinin cinayət işinin başlamasının rədd olunması haqqında qərarın ləğv edilməsinə dair məhkəmə qərarı var əlimizdə, buradadır. Amma bugünkü günə qədər də bu qərar məhkəmənin, belə deyək də, qərarında göstərdiyi hallar araşdırılmıyor. Və məhkəmə öz qərarında da göstərilir ki, bəli, həqiqətən də iş səthi araşdırılır. Yəni, əvvəlki qəbul olunmuş qərarlarda Tozran prokuroru, eləcə də Tozran məhkəməsi tərəfindən qəbul olunmuş qərarlarda göstərilən hallar araşdırılmamışdır. Burada belə bir məsələ meydana gəlir, hələ işin başqa tərəfindən baxanda. Dövlət qulluqçularının etik davranış qaydası var və orada konkret olaraq göstərir ki, dövlətə inamı, qayda qanuna inamı dövlət qulluqçuları artırmağa borcludular. Nəinki onu sarsıtmağa. Və eləcə də onlar öz üzərində işləməlidirlər, belə deyək də, öz savadlılıqlarını artırmalıdırlar, qanunları və s. öyrənməkdə. Amma burada görünür ki, dəfələrlə eyni şikayət üzrə qərar ləğv olunur və məhkəmə də göstərir ki, səthi araşdırılır. Bu artıq əsas verir ki, etik davranış qaydalarına görə həmən əməkdaş bir mənalı olaraq, yəni dövlətə olan inamı, qanunlara olan inamı möhkəmləndirmək üçün bir mənalı olaraq həmən əməkdaş cəzalandırılmalıdır. Çünki neçə dəfə qərar ləğv ola bilər və artıq göstərilir ki, səthi araşdırılır. Yəni məhkəmə tərəfindən bu qəbul olunur. Səthi araşdırılmaq o deməkdir ki, yəni bizim düşüncəmizdə oxuduğumuz kitablara görə bilə-bilə qayda qanunlara əməl olunmur. Yox, əgər bilməyərəkdən əməl olunmursa da deməli savadı yoxdur.
Yox, bilə-bilə əməl olunmursa da mütləq bunun bir səbəbi araşdırılmalıdır. İndi demirəm nəyə görə eyni qərarlar qəbul olunur, bilə-bilə. İndi o aydın məsələdir ki, şikayət olunandan sonra prokurorluq və daxili işlər orqanları tərəfindən araşdırılmalıdır ki, nəyə görə bilə-bilə eyni hal təkrar olunur. Nədir burada məqsəd? Bundan əlavə vətəndaşa bir dənə də sual verim. Bu qəbul olunmuş qərarlar ki var polis tərəfindən. Onlar sizə göndərilirmi? Siz onları nətər əldə edirsiniz? Onların məcbur gedib alırım o qərarı. Məcbur gedirəm. Onda məcbur kağıt verirlər, o da heç kimi dindirmədən, heç kimi söylətmədən. Yox, dindirmədən söhbətin hələ maraqlanmır. Ben araştırmadan mı yazdım? Yox. Qərarı siz nətər əldə edirsiniz? Bax, deyək ki, polis qərar qəbul elədi ki, cinayət üçün başlanmasın, rədd olunsun, düzdürmü? Evet. Həmən qərarı siz nə vaxt əldə edirsiniz, nə vaxt xəbər tutursunuz ki, belə bir şey var? Heç vaxt xəbər tutmuram, məcbur tələb edəndə yazıb. Aha, siz özünüz gedirsiniz. Məcbur tələb edəndə yəni, poçt vasitəsilə sizə işini göndərir. Yox, poçt vasitəsilə yox. Yəni, məcbur. Artıq bu halın özü belə qəbul olunmuş qərarın, belə deyək də, poçt vasitəsilə vətəndaşa təqdim olunmamasının özü artıq Cinayət Prosessual Məcəlləsinin bir mənalı olaraq pozulmasıdır. Yəni tələbinin, hansı ki qəbul olunmuş qərarın göndərilməklə bağlı hissədə pozulması. Yəni bu göndərilməklə bağlı hissəni də əməkdaş deyə bilməz ki, bilmirəm. Yəni mümkündür ki, bunu bilməsin. Bunu artıq bilir və bilə-bilə də qərarı göndərmirsə, birincisi vətəndaşın həmən qərardan prokurorluğa, məhkəməyə şikayət vermək hüququnu pozur, yəni nə mənada? Çünki vətəndaş şikayət eləməkdən ötəri o qərar bunda olmalıdır və qərarı oxuyub başa düşməlidir ki, hansı hissəsindən bu adam şikayət eləyə bilər. Və bu sənədi, qəbul etdiyi qərarı vermədiklərinə görə müəyyən müddət vətəndaş şikayət eləyə bilmir. Və bu hala da diqqət yetirmək lazımdır. Bizim istədiyimiz bu dəqiqəna əsas odur. İndi yəqin ki, cənab nazirin qəbuluna yazılacaq. Sağ olsun cənab prezidentimiz, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev nazirlərin regionlarda vətəndaşları qəbul eləməklə bağlı tədbirlər görür və sağ olsunlar nazirlər və digər vəzifəli şəxslər də vətəndaşları qəbul edir, dinləyirlər və hər bir şikayətdə, haqlı şikayətdə göstərilən halların aradan qaldırılmasına köməkli olunur. Hörmətli cənab prezident, hörmətli cənab prezident, Daxili İşlər Naziri Vilayət Eyvazov, Baş prokuror Kamran Əliyev, bizim bu dəqiqəna sizdən istəyimiz odur ki, qəbul olunmuş məhkəmə qərarında, hansı ki bunun icrası məcburidir, burada göstərilənlərin bir mənalı olaraq yerinə yetirilməsindən ötəri şikayətin və eləcə də məhkəmə qərarının nəzarətdə saxlanılmasında köməkli eləməyinizi xahiş edirik. Çox sağ olun, sizə minnətdarıq.